Salam değerli izleyiciler, əziz tələbələr, şagirdlər, bütün riyaziyyat severlər. Bugün sizinlə yenidən görüşürüz. Riyaziyyat severlər rubrikasında növbəti məsələləri, tənlikləri həll edəcəyik. Məsələ 1. Tənliyi həll edin. 27-nin üstü x üstə gəl. 8-in üstü x bərabərdir 125-in üstü x. Göründüyü kimi bizə üstülü tənlik verilib. 27-nin üstü x üstə gəl. 8-in üstü x bərabərdir 125-in üstü x. Və bu tənliyin, baxıram 27 3-ün kubudur, 8 2-nin kubudur, 125 5-in kubudur. Onda bunu yazıram ekvivalentdir. 3-ün üstü 3x, 8 yazıram 2-nin üstü 3, onda olur 2-nin üstü 3x, bərabərdir. 125'i yazıram 5'in üstü 3, olur 5'in üstü 3x. Və burada hər iki tərəfi 5 üstü 3x'e bölək. Deməli 5 üstü 3x'e bölək. Onda nə alırıq belə? Qalır burada 3'ün üstü 3x bölək 5'in üstü 3x üstə gəl 2'nin üstü 3x bölək 5'in üstü 3x bərabərdir 5'in üstü 3x bölünsün 5'in üstü 3x. Və burada yaza bilərik. Bu nisbəti dərəcə üstlər eyni olduğundan bunu yazıram 5'də 3'ün üstü 3x üstə gəl. Bunda yazıram 5'də 2'nin üstü 3x 5'də 3'ün üstü x'i 5'də 3'ün üstü 2x'e böləndə vahidə bərabərdir. Və burada vahid 5'də 3 üstə gəl 5'də 2'yə bərabərdir. Bunu yazıram bu şəkildə. Sol tərəfi eyni ilə saxlayıram. 5'də 3'ün üstü 3x üstə gəl 5'də 2'nin üstü 3x bərabərdir 5'də 3 vahidin yerine yazıram. Üstə gəl 5'də 2. Və burada 5'də 3'ün üstü 3x burada 5'də 3. 5'də 2'nin üstü 3x burada isə 5'də 2. Eyni əsaslar buradakı ədədlərə bərabərdir. Onda simmetrikliyə görə buradan alıram ki 3x bərabərdir. 5'də 3'ün üstü bunu 1 kimi qeyd eləsək 5'də 3'ün üstü 1 üstə gəl 5'də 2'nin üstü 1 kimi qeyd etsək onda 3x vahidə bərabər olacaq və hər ikisində eyni olur. Buradan da alırıq ki x bərabərdir 3'də 1'ə. Burada 5'də 2'nin üstündə də yazanda yenə 3x 1'ə bərabər olur. Deməli tənliyin yeganə cavabı x bərabərdir 3'də 1.